Yəni hər kəs bilir ki, Ramiz Mehdiyevin gerçəkdən də müəyyən hərəkətləri olub, Hə. müəyyən cəhdləri olub və ona birinci dərəcədən yaxın olan şəxslər ehtimalən mənim fikrimdir, o cəhdin içində olublar. O, yəni senaridə, APA-nın yaydığı senaridəki ümumi süjet doğrudur. Dövlət şurası yaratmaq, dövlət çevrilişi həyata keçirmək, ən azı bunu nəzəri cəhətdən kimlərləsə də müzakirə edib. Bax, o kimlər indi bu dəqiqə istintaq altındadırlar. Mən buna əminəm. Və o texniki izlənmə, telefon danışıqlarına qulaq asma, yazışmalara qulaq asma, bunlar hamısı ortaya böyük bir dosya çıxardır. Nəhəng bir dosya var, cinayət dosyası və bu istintaqın əlindədir. Hal-hazırda araşdırmalar gedir və bilirsiniz ki, araşdırma elə bir qurum vasitəsilə aparılır ki, o qurum adətən bir sıra məlumatları məxfi saxlamağa üstünlük verir. Hər hansı səbəbdən. İstər manevr, istər istintaqın deməli sirrinin ortaya çıxmaması, istər başqa səbəblər. Amma sizinlə və o cümlədən də ictimaiyyətin o nümayəndələri ilə razıyam ki, bu iş barədə rəsmi məlumat verilməlidir, açıqlama olmalıdır. Çoxumuzda bir dənə. Yəni və o cümlədən Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasından çıxarılması ilə bağlı açıqlama rəsmən lazım olan yerdən yayılmalıdır. İndi bilmirəm onun səbəbi nədir. Onunla bağlı xeyli müzakirələr getdi mediada, öz aralarımızda, dostlarla xeyli müzakirələr etdik. Hər halda bunun bir izahatı olacaqdır. Mən bu rəsmi açıqlamaların Mehdiyevlə bağlı yaxın zamanlarda veriləcəyini düşünürəm. Artıq amma yəni məsələ parlamentdə ölkənin baş tribunasına keçməkdədir və deputatlar Ramiz Mehdiyevlə bağlı ifşa edici çıxışlar etməkdədirlər. Amma azdır siyasi, deyilmi Rauf bəy? Yəni 2 həftədə cəmi 2 deputatın parlamentdə Ramiz Mehdiyev mövzusunda çıxış etməsi, Tənzilə Rüstəmxanının Siyavuş Novruzova sadəcə Ramiz Mehdiyevdən də danışın deməsi, eyhamlar. Normalda mən xatırlayıram ki, Əli İnsanov həbs olunanda böyük bir nazirlər ordusu yığılmışdı, başda Misir Mərdanov olmaqla və böyük bir kampaniya keçmişlər ki, Əli İnsanov Ermənistanlı deyil, məsəl üçün. Elə kampaniyalar yoxdur. Əli İnsanov o zaman üçün təhdid idi. Görünür, bu indiki halda təsirsizləşdirilib. Təhdid deyil. Və o baxımdan da deyirəm ki, 13 avqustdan həyata keçirilən texniki izləmə nəticəsində böyük ehtimalla təsirsizləşdirmə, ətrafını sıfırlama, müdafiəçilərinin gözünü qorxutma və yaxud onlara xəbərdarlıq, yaxud da istintaq altına alınma prosesi baş vermişdir. Bu səbəbdən də Ramiz Mehdiyevi ciddi təhdid hesab etmədikləri üçün indiki anda onun yalnız ev dustaqlığı ilə kifayətləniblər.